Salam, hər kəsə xoş gördüm yeni videomda. Sizə bu kitab barəsində danışmaq istəyirəm. Videolarımda da görmüsünüz, bu kitabı oxuyurdum. Nəhayət ki, bitirə bildim, nəhayət ki. Bir aydır ki, mən bu kitabı oxuyuram və bitirə bilmirdim. Səbəb o idi ki, dili ağır idi. Həqiqətən dili mənə çox çətin gəldi. Ola bilsin, bəlkə də mənə elə gəlib. Dəqiq deyə bilmərəm, amma dili o qədər mənə çətin gəldi ki, yəni bir cümləni oxuyurdum, başa düşmək üçün bir də oxuyurdum. Yəni o dərəcədə bilmirəm, kitabın öz dili bu qədər çətindir, yoxsa tərcümədə belə olub, onu dəqiq deyə bilmərəm. Amma ümumi götürsək, kitab çox faydalı kitabdır. Hər kəsə məsləhət görürəm. Alın, oxuyun, faydasını görəcəksiniz. Mən şəxsən çox bəyəndim bu kitabı. Amma dili qəliz olmasaydı, lap 2-3 gündə də bitirmək olardı. Dili nəsə mənə ağır gəldi. Amma faydaları mükəmməl idi. Yəni fikirlər mükəmməl idi. Mən özüm üçün götürdüm, bəzilərini qeyd elədim. İnşallah ki, faydasını da görmüş olaram. Bir də mənim belə bir xüsusiyyətim var. Hər kitab oxuyarkən mən onu qeyd eləyirəm. Burada da oxuduğum kitabların adları da bilmirəm düşür ya düşmür orada. Ümumi götürsək mən sizə göstərim belə. Deməli 76-cı kitabımı oxumuş oldum. Onu da qeyd edəcəm indi. Demək yazaq. 76-cı kitab. Burada isə oxuduğum kitabları qaytarmağa və yenilərini almağa gedirəm. Ümumiyyətlə özümü çox xoşbəxt hiss edirəm ki, evimizin yaxınlığında kitabxana var və mən istədiyim anda ora gedib özümə kitab seçə bilirəm. Əgər siz də kitab oxuyansınızsa, xahiş edərdim ki, videonun alt hissəsində maraqlı kitabların adlarını qeyd edəsiniz, mənim üçün faydalı olsun. Getdik, kitablarımızı da götürdük, qəşəng. Bir dənə özümə götürdüm, 2 dənə də uşaq üçün götürdüm. Belə. İnşallah bəyənərik, sevə-sevə oxuyarıq. Bu mənim məktəbdə qazandığım diplomadır. Burada rəngli qələmlər, rəngli plastilin. Sayıla bilmədim, bir pizza düzəltdim bu rəngli plastilinlərdən. Bir qara marker, bir də rəngli kağız. Bundan əvvəlki kadrda görmüş olduğunuz o uşaq mənim övladımdır və məndən xahiş elədi ki, məktəbdə qazandığım bu əşyaları göstərə bilərəmmi? Mən də xətrinə dəymədim, dedim yaxşı göstər. Burada da sizlərə yağan qarın mənzərəsini göstərmək istəyirəm. Baxın, zövq alın. İndi isə istəyirəm buranı təmizləyim sizlə birlikdə, bahar təmizliyinə start verim. Elə isə başlayaq. Buranı qəşəng-qəşəng boşaldım. Sizlə birlikdə bunları da götürmüşəm, hazır qoymuşam yanıma. Başlayaq birlikdə. Daha sonra isə pəncərələri silmək istəyirəm, pərdələri yumaq istəyirəm. Birlikdə eləyərik hamısını. İndi deyirsiniz ki, qarlı havadan keçdi günəşli havaya. Təbii ki, ayrı-ayrı vaxtlarda çəkilib. 2 sıra boşaltdım. 2 sıranı dolduraram. Yəni 2 sıra boşaldaram. Belə daha rahat olur mənim üçün. Bu 2 hissə hazırdır. İndi düşürəm bu 2 hissə.
Vəssalam, bu şkafdan qutardım. Keçəcəyəm indi növbəti işlərə. Burada da pəncərəni sildim, pərdələri yudum, lakin çəkmədim. Əgər bura qədər izlədinizsə, hamıya təşəkkür edirəm. Baxan gözləriniz var olsun. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın, abunə olmağı unutmayın, bəyənməyi yaddan çıxartmayın. Sağ olun.